Salam YouTube izləyiciləri. Bugünkü mövzumuz xor dirjorluq ixtisası üzrə təhsil verənlərin attestasiya proqramına aid olacaq. Artıq bütün xor müəllimləri proqramı ilə çox güman ki, tanışdılar. 12 bənd verilib. Birinci bənddə 3 və ya 4 səsli akapella əsərin üzdən ifası, dirjorluğu, təhlili. Yəni təhlil sizdən elə də dərin təhlil tələb olunmayacaq və əsərinizi seçərkən mütləq şəkildə mötərizə içində də qeyd olunur ki, əlavə olunan siyahı üzrə seçilsin əsər. Əks təqdirdə deməli əsər qəbul olunmur və zəif nəticə ilə nəticələnir. Ümumiyyətlə, belə deyək ki, mənfi nəticə ilə nəticələnir. Sonra ikinci bənddə isə birinci bənddə, yəni götürdüyünüz əsəri dirjorluq etməklə alətin müşayiəti olmadan xor partiyalarının oxunmasıdır. Sonra üçüncü bənd xor partiyalarının üzdən oxunuşudur ki, bu bənd nəzəriyyə şöbəsi üçün də belə bir bənd əlavə olunub və siyahı verilib və həmin siyahıya uyğun olaraq da artıq çox gözəl də fikir verilir buna. Yəni qiymətin biri elə məhz bax bu bəndə aid olacaq. Mütləq şəkildə onu indidən elə məşqlər eləyin. Dördüncü bənddə Azərbaycan xor sənəti haqqında məlumat. Yəni Azərbaycanda xor sənətinin yaranması, inkişafı. Azərbaycanda xor sənətinin inkişafı dedikdə Cahangir Cahangirovun adını vurğulamalıyıq. Amma bu o demək deyil ki, Cahangir Cahangirova qədər xor sənəti yox idi. Təbii ki, var idi. Üzeyir Hacıbeyli yaradıcılığından deməli ki, əsərlərin içində birincisi xora aid olan əsərlərini deyirik, vokal əsərlərinin adını çəkirik. Ondan əlavə keçirik Müslüm Maqamayeva, hətta hər bir bəstəkarın Cahangir Cahangirova çatana qədər müəyyən nüansları biz qeyd eləməliyik və ondan sonra biz qeyd edirik ki, Azərbaycanda xor sənətinin inkişafı Cahangir Cahangirov adı ilə bağlıdır. Amma burada Üzeyir Hacıbeylinin, Müslüm Maqamayevin, digər bəstəkarların xor əsərləri danılmazdır. Onların deməli ki, xor sənəti üçün verdiyi töhfələr danılmazdır. Mütləq onların adını çəkmək lazımdır. Məsələn, məşhur xorlar hər bir bəstəkarın yaradıcılığında xor əsərlərini qoydum, belə deyək, vokal əsərləri kənara qoymaqla. Sadəcə xorlardan götürsək, məsələn, Müslüm Maqamayevin Şah İsmayıl operasında bir nüansı qeyd eləmək istəyirəm. Şah İsmayıl operasının ikinci redaksiyasında bəstəkar burada deməli partituraya elə bil reçitativ daxil eləyir və harmonik dörd səsli xorlardan istifadə eləyir və xor fakturasını inkişaf etdirir. Məsələn, bu çox gözəl məlumatdır. Bunu istifadə eləsəz və qeyd eləsəz çox gözəl olar. Sonra nə deyə bilərik? Sonra 5-ci bəndə baxsaq, xorşünaslıq, dirjorluq texnikası, xorun kökü, ansambl, yəni xorşünaslıq artıq belə deyək, öz sənətimizin yaranma tarixindən tutmuş o texnikaya qədər, xorun düzülüşünə qədər hər bir müəllim öz praktikasından irəli gəlməklə belə deyərdim ki, daha dolğun, ətraflı cavab verməyi çox gözəl qarşılanır və çox gözəl də qiymətlə nəticələnir. Buna görə də bu bəndə xüsusi fikir verin. Sonra 6-cı bənddə deyir, xor fəndinin tədrisi metodikası. Deməli ki, biz 5-ci bənddən 6-cı bəndi, yəni mən ikisini bir yerdə belə deyək ki, elə bu sadaladıqlarım 6-cı bəndə də aid idi. Yəni hər halda bu bəndi birləşdirərək, yəni xorşünaslıq haqqında dirjorluq texnikasının deməli ki, bundan başlayaraq sonra dəstkeçmə metodu, səsin ayrılması, yəni 6-cı bəndi də bura əlavə eləsək. 7-ci bənddə nədir? Azərbaycan bəstəkarlarının xor yaradıcılığı. Artıq belə Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbeylidən tutmuş, ta ki müasir bəstəkarlara qədər mütləq şəkildə xor yaradıcılıqları üzərindən keçməlisiniz. Xarici ölkə bəstəkarlarının xor əsərləri. Yəni 7-ci, 8-ci bənddə ümumi bəstəkarların vokal yaradıcılığına toxunmaq lazımdır. Bundan sonra 9-da artıq bizdən plan proqram istəyir. Hansı ki, hər bir müəllim özü bilməlidir. Məsələn, xüsusən də fikir verin ki, bu illəri hansı siniflər aparmısınız, hansı əsərləri vermisiniz, kimlərin əsərlərini işləmisiniz, birinci yarım ildə, ikinci yarım ildə. Yəni, proqram üzrə bilməlisiniz, birinci sinifə necə əsərlər götürürsünüz, üçüncü sinifəmi, bax bu formada. Planı bilmək lazımdır və çox da soruşurlar. Mütləq soruşurlar müəllimlərdən. 10-cu bənddə elementar nəzəri biliklərdir ki, elementar nəzəriyyəni elə bilirəm ki, xor müəllimlərdən daha artıq soruşacaqlar elementar nəzəriyyəni. Buna görə də diqqətli olun. Belə deyək də, bütün mövzular, bir çox mövzular bizdə kanalda var. Elə buradan da istifadə edə bilərsiniz, əziz müəllimlər. Sonra 11-ci bənddə verilən əsərin deməli, üzərində qurulan praktiki işdir. 12-də də artıq müəllimin pedaqoji, belə deyək ki, keyfiyyəti, davranışı, müəllim-şagird ünsiyyəti ola bilər. Bəli, biz burada belə deyim də sizə, elə sual verərlər ki, məsələn, birinci dərsi, ilk dərsi necə təşkil edirsiniz və yaxud da ki, bu sizdə qrup dərsidir də, yəni bu dərsi necə təşkil edirsiniz, şagirdlə ünsiyyəti necə qurursunuz, elm belə yüngül suallar verə bilər, adətən amma bunu vizual baxışla keçirirlər. Bu 12-ci bəndin, bu artıq müəllimin
içəri girdikdə attestasiya deməli ki, otağa daxil olanda imtahanı vermək üçün orada artıq müəllimə bir qədər də belə deyərdim ki, göz qoyurlar. Buna görə də həyəcanımıza yenik düşməməliyik. Bunu dəfələrlə deməli ki, dəyərli müşriflər özləri də vurğulayırlar keçirilən iclaslarda. Bircə dənə belə deyək də müəllim özünü sərbəst aparmalı, tam dolğun şəkildə, gözəl cümlələrlə belə deyək, imtahanı yekunlaşdırmalıdır. Məhz elə bu 12-ci bəndin deyərdim ki, çox müəllimə sual verməyiblər və buna elə vizual baxışla da keçiriblər, həyata keçiriblər. Belə, bütün müəllimlərə uğurlar arzulayıram. Hər kəsə uğurlar və attestasiyadan gözəl şəkildə çıxmaq arzulayıram.